Hər vaxtınız xeyir olsun. Azərbaycan Milli Xalça Muzeyi həm memarlıq quruluşu, həm də daxilindəki xəzinə ilə ölkə mədəniyyətimizin vizit kartlarındandır. Bugün real intervyuda sənətin, tarixin və milli kimliyimizin ilmə-ilmə toxunduğu bir məkandan, dünyanın ilk və ən zəngin xalça muzeylərindən biri olan Azərbaycan Milli Xalça Muzeyindən danışacağıq. Xalça bizim üçün sadəcə məişət əşyası deyil, o xalqımızın minillik yaddaşı, rənglərin dili ilə yazılan tarixdir. Bəs bu qədim irsimiz müasir dünyada necə təbliğ olunur? Dünyanın ən nüfuzlu sərgi salonlarında Azərbaycan xalçaları hansı maraqla qarşılanır? Eləcə də geridə qoyduğumuz il muzey üçün hansı uğurlarla yadda qaldı? Bütün bu suallara cavab tapmaq üçün qonağımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikivanı dəvət etmişik. Xoş gördük Əminə xanım. Təşəkkür edirəm dəvətinizə görə. Çox xoşdur sizin studiyanızda olmaq. Gözəl ab-hava var bugün burada. Yəqin həmişəki kimi salamlayıram hörmətli tamaşaçılarımızı. Və çox gözəl bir vaxtdır. Yeni il yaxınlaşır və müəyyən hesabat veririk özümüzə. Və muzeydəki qaynayıb qarışır. Həmişəki kimi mənə elə gəlir ki, ən uyğun vaxtdır. Asudə vaxtınızdan istifadə edib muzeyə gələsiniz dostlarınızla, ailənizlə. Mütləq şəkildə və övladlarınızla ən əsası. Və elə ilk sualım da olacaq. Geridə qoyduğumuz 2025-ci il hansı hədəflərə çatdı? Azərbaycan Milli Xalça Muzeyi və nə ilə başa vurursunuz ili? Azərbaycan Milli Xalça Muzeyi bizim hamımız üçün bir qürur səbəbidir. Çünki siz qeyd edildiyiniz kimi 1967-ci ildə təsis edilmiş bu muzey dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyidir ki, bizim ilk ekspozisiyamız 1972-ci ildə açılmışdır. Və gələn ildə bizim üçün əhəmiyyətli illərdən biridir. Çünki Lətif Kərimovun 120 illik yubileyini qeyd edəcəyik. Lətif Kərimov kimdir? Ola bilər ki, gənc nəsil o qədər də yaxşı tanımır o insanı, amma bizim hamımızın, yəni muzey işçilərinin borcumuzdur ki, bu insan haqqında daha ətraflı məlumat verək. Lətif Kərimov o insandır ki, xalçaçılıq sənətini bir xalq sənətindən elmə çevrilən bir insan və muzeyimizin banisidir Lətif müəllim. Ona görə bu çox vacib bir məqamdır. Hər bir xalqın onun el sənəti o xalqın həyat tərzinin göstəricisidir. Əsrlər boyu bizim xalqımızın dərin bir fəlsəfəsidir. Bu bizim, xalça bizim evimizdir. Ona görə biz deyirik, xalçanı harda saldın, ora oldu sənin evin. Xalçaçılıq sənəti bizim adət-ənənələrimizdə, bizim evlərimizdə, bizim gözəl rituallarımızda hər yerdə var. Və adətən ekskursiyaya başlayanda bizim muzeyimizdə biz hər zaman deyirik ki, hər bir Azərbaycanlı xalça üzərində bu dünyaya göz açır, dünyaya gəlir. Xalçaların ətrafında bütün həyatımız keçir və son mənzilədə məhz hər bir Azərbaycanlı yola salınır. Ona görə xalça muzeyi hər bir Azərbaycanlı üçün bir alma materdir. Xüsusən də yaradıcı insanlar üçün bu bir başlanğıcdır. Bu naxışlar bizim əcdadlarımızdan bugünə çatacaq bir mesajdır və onları oxumaq lazımdır. Bir insanı xoşbəxt edən amillər xalçada var. Bu sevgidir, çünki xalça sevgidən yaranan bir məhsuldur və o təkcə gözəl interyerin bir hissəsi deyil. Xalça bir fəlsəfədir, xalça bir enerjidir, çünki xalça sevgidən başlayır. Hər ildə 2 dəfə qoyunun yunu kəsilir və o da bizi əhatə edən heyvanlara, canlılara bir sevgi və bir qayğı nümayişidir. Keçən il Azərbaycan COP29-a mötəbər bir tədbirə ev sahiblik edəndə biz bu mesajı çatdırırdıq bizə gələn ziyarətçilərə ki, xalça özü bu eko bir məhsuldur. Niyə görə Azərbaycan xalçaları o qədər gözəldir? Dünyada əlbəttə ki, çox ölkələr var ki, onların tətbiqi sənətində, onların xalq sənətində xalça mövcuddur, xalçaçılıq sənəti var. Amma
yalnız Azərbaycan xalçaları o qədər füsunkar rəng çalarları ilə seçilir. O da ki, təbiətdən gəlir. Çünki siz təsəvvür edin ki, bugün xalçaçı rəssamlar çeşniləri düzəldirlər, sonra biz onları toxuculara həvalə edirik. Amma əvvəllər, deyək 100 il bundan əvvəl, 200 il bundan əvvəl toxucu özü də bir rəssam idi və o xanımın ətrafında, niyə görə mən xanım deyirəm? Çünki Azərbaycanda bu da bir gender məsələsi var. Azərbaycanda əsasən toxucular xanımlardır. Və nə gözəl ki, burada bir qadın enerjisi var. Düzdür, xalçaçı rəssamlar və əlbəttə ki, xalçanın bir xalça ərsəyə gəlməsi üçün əlbəttə ki, beylərin də çox əziyyəti olur. Çünki bu çox mürəkkəb bir prosesdir. Amma burada xanımın bir əl işidir. Ona görə xanımın ətrafında, toxucuların ətrafında o gözəlliyi xalçalarda onlar onu göstərir. Ona görə Azərbaycan xalçaları o qədər rəngarəngdir, o qədər seçilir və bütün dünyada tanınır. Çünki bizim xalq hələ orta əsrlərdə bu sənətin lap uca zirvələrinə gəlib çatmışdı. Və nə xoş bizə ki, bugün biz, muzey işçiləri bu sənəti qoruyub, saxlayırıq və onu yaşadırıq. Çox məhsuldar bir il oldu. Artıq ilin sonuna da bir neçə gün qalıb, amma biz əlbəttə ki, müəyyən hesabatlar özümüz üçün tərtib edirik. Ən birincisi, hər bir muzey üçün ziyarətçilərin sayı bu müəyyən bir statistik məlumatdır, amma göstəricidir. Və bu il artıq 150 mini keçən bir rəqəmə yaxınlaşırıq, amma güman edirəm ki, o rəqəm daha da böyük rəqəm olacaq ilin sonuna da. Təbii ki, yaş fərqindən asılı olmayaraq müxtəlif yaş qrupları gəlir. Muzeyimizin nəzdində Uşaq Muzeyi yəqin bilirsiniz ki, artıq neçə ildir fəaliyyət göstərir və ona görə müxtəlif yaşda olan uşaqlar, lap körpə yaşlarından onlar hər gün bizim muzeyə gəlirlər. Nə xoş bizə ki, bizim gənclərimiz gəlir, gənc tədqiqatçılar gəlir. Bugün Azərbaycan Milli Xalça Muzeyi bunu da etiraf edək ki, artıq bir memarlıq simvoluna çevrilib bizim muzeyin binası. 2014-cü ildə avqustun 26-sında ilk dəfə ziyarətçilərin üzünə yeni binada biz açıldıq və artıq 11 ildir ki, bu binada muzey öz fəaliyyətini davam etdirir. Ən çox ziyarət olunan muzeylərdən biridir Azərbaycan Milli Xalça Muzeyi və maraqlısı odur ki, nəinki xalçaçılıq sənəti ilə maraqlanan, hətta memarlar çox tez-tez gəlir bizim muzeyə. Hər kəsə maraqlı olan suallardan biri odur ki, dairəvi formanın içində o xalçalar necə təqdim olunur və əgər bizim gözəl paytaxt Bakımızın qədim simvollarından biri olan bir mənalı Şirvanşahlar Sarayıdır. İçəri şəhərin ən yüksək nöqtəsində hələ 12-ci, 15-ci əsrlərdə inşa edilmiş bir saraydır və nə gözəl ki, o qədim Şirvanşahlar dövlətindən bizə qalmış bir memarlıq incisidir. Yəqin ki, bugün müasir memarlıqdan danışanda mütləq Heydər Əliyev mərkəzi və Xalça Muzeyi artıq yer tutub. Müxtəlif yaş qrupları üçün bizdə ustad dərsləri keçirilir hər gün və artıq öz iş fəaliyyətini bitirmiş, amma onların ürəklərində mədəniyyətə, incə sənətə sevgi olan insanlar gəlir, təqaüdçülər gəlir. Bizdə onlar üçün xüsusi proqramlar tərtib edilib. Ona görə biz müəyyən yaşlara, yaş qruplarına bölmürük bizim ziyarətçilərimizi. Çünki tam əminliklə deyə bilərik ki, hər bir yaşın müəyyən marağına cavab verən bir fəaliyyət ola bilər muzeydə. Muzeylər də canlı orqanizmdir, müəyyən transformasiyadan keçirlər təbii ki. Bugün xalçanı duymaq üçün ona mütləq toxunmaq lazımdır. Çünki xalçaya toxunanda bu müəyyən bir art terapiya effekti verir. Artıq bütün dünyada təsdiq edilmişdir ki, xalça bu art terapiyanın ən güclü üsullarından biridir. Xarici səfərlərdən danışanda bir neçə ölkədə biz müxtəlif sərgilərlə iştirak elədik. Qazaxstanda, Qırğızstanda,
Azərbaycanın mədəniyyət günləri çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi də öz sərgilərini nümayiş etdirdi və təbii ki, böyük maraqla, böyük sevgi ilə qarşılandı bu sərgilər. Böyük müvəffəqiyyətlə 18-ci, 19-cu əsrlərdən başlayaraq hətta çağdaş dövrünə aid olan müəllif xalçalarını nümayiş etdirdik. Orada nəinki xalçalar, xalça məmulatları da var idi. Bilirsiniz ki, xurcun, məfrəşlər, onlar da müəyyən bizim xalqımızın əsrlər boyu gördüyü gözəlliklərdən danışır. Biz birlikdə səfərlərdə olarkən siz qeyd etdiyiniz kimi Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində etiraf edim ki, indi biz kənardan media nümayəndələri olaraq seyr edirdik o tamaşaçıları, sərgiyə gələnləri və ən çox xalçalarla maraqlanırdılar. Birincisi, qədimdən qalan xalçaları daha çox biz nümayiş etdirirdik sizin muzey tərəfindən və al-əlvanlıq, ondan sonra o təbii boyalarla, məsələn 18-ci, 19-cu əsrdən qalan xalçaların hamısı öz rəngini necə qorumuşdursa bu sualları verirdilər. Ümumiyyətlə, Mərkəzi Asiya ölkəsi olsun və yaxud Avropa ölkələri olsun, çünki dünyanın bir çox nüfuzlu sərgi salonlarında Azərbaycan xalçaları nümayiş olunur. Ən çox hansı ölkələr daha çox maraq göstərir? Bir də nə ilə maraqlanırlar? Xalçada nə maraqlı gəlir onlara? Bir tərəfdən belə ölkələr var ki, onların xalq sənət növlərinin arasında xalçaçılıq sənəti demək olar ki, yoxdur. Və əlbəttə ki, bu ölkələrdə biz xalçalarımızı nümayiş edəndə onlar heyran olurlar və çox suallar verir. Amma belə ölkələr var ki, onların tarixində xalçaçılıq sənəti var. Amma yenə də burada ola bilər ki, başqa bir maraq var. Burada daha çox peşəkarlar bizə suallar verir. Çünki fərqlidir. Yenə də etiraf edək ki, Azərbaycan xalçaları fərqlidir. Vaxtilə keçən düz bir əsr bundan əvvəl Lətif Kərimov bizim xalçaçılıq sənətimizi əsas qruplara bölüb və burada əsas regionlarla. Və yenə də burada biz iqlim məsələsinə qayıtmaq lazımdır. Çünki ildə 2 dəfə o qoyunun yunu kəsilir. Bir dəfə yazda, bir dəfə payızda və o yun tam fərqlidir və xalçanın keyfiyyəti hətta ondan da asılıdır. Çünki heyvanın yunu tam fərqli bir keyfiyyətdə olur. Sonra biz hamı bilir, mövsümə uyğun, əlbəttə ki. Sonra biz bilirik ki, Azərbaycanın coğrafi vəziyyəti belədir ki, biz mövcud olan 11 iqlim zolağının 9-unda varıq. Ona görə də müxtəlif zonalarda Azərbaycanın hər bir güşəsində, demək olar ki, hər bir güşəsində xalçaçılıq sənəti indiyədək mövcuddur. Əlbəttə ki, amma o xalçalar seçilir. Hətta bəzi xalçalara kəndin adı verilir və bu da bizim alimlərimiz çox işləyib onun üzərində və bugün Azərbaycan xalçaları klassifikasiya olunub və bugün biz yaradıcı insanları daimi bizim fondlarımızla işləməyə çağırırıq. Çox gözəl tendensiya yaradıb. Bugün bizim yaradıcı sənayedə fəal olan gənclərimiz tez-tez xalçaçılıq sənətinə müraciət edir və bu hallarda biz bir maarifləndirici funksiya daşımış oluruq. Biz onlara müraciət edirik ki, gəlin bizim fondlarımızla işləyin, bizim elmi işçilərlə işləyin ki, siz yaratdığınız bu əşyalarda, geyimlərdə verirsiniz Azərbaycan xalçaçılıq sənətinin naxışlarını çox gözəl, amma bunun izahı da mütləq olmalıdır. Çünki hər bir naxış müəyyən kod daşıyıcısıdır, müəyyən məlumat daşıyıcısıdır. Ona görə bugün bizim əsas funksiyalarımızdan biri təkcə bu gözəl sənətimizi qoruyub, saxlamaq və təbliğ etməkdən ibarət deyil və hətta maarifləndirməkdir. Və hətta bizdən uzaq, digər qitələrdə yerləşən ölkədə də keçən il xarici səfərlərimizə də məhsuldar bir il oldu. Oktyabrın 14-də Amerikanın paytaxtı Vaşinqtonda George Washington Universitetində Kəlağayı sərgisini nümayiş elədik və çox gözəl qarşılandı. Kəlağayı
Bilirsiniz ki, 2010-cu ildə Azərbaycanın xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi və 4 il sonra isə Azərbaycanın Kəlağayı sənəti də eyni siyahıya qeyd edilmişdi və Kəlağayı haqqında o qədər də böyük məlumat yayılmayıb dünyada. Amma biz onu Kəlağayı haqqında danışdıq və nə gözəl idi ki, orada hətta biz bilmədən, amma Amerikada, Vaşinqtonda ora xanımlar gəldi Kəlağayda. Bizim həmyerlərimiz də gəlmişdi bu dress code-da və Amerika vətəndaşları da çox yəni sevgi ilə o Kəlağayları, bəli, sevgi ilə o Kəlağayları geyinmişdi. Bugün Azərbaycan Milli Xalça Muzeyinin fondlarında təbii ki, təkcə xalça məmulatları yox, hətta müxtəlif etnoqrafik əşyalar mövcuddur və onların arasında da bir neçə qədim Kəlağaylar və müasir Kəlağaylar da mövcuddur. Xüsusilə həm də onu qeyd etmək lazımdır ki, Azərbaycan Milli Xalça Muzeyi nəinki bizim xalçaları nümayiş etdirir və bu mədəniyyət ocağında həm də dünyanın tanınmış, nüfuzlu muzeylərindən olan eksponatlar da bəs burada nümayiş olunur. Baxız, yenə də istərdim biz geriyə baxaq. Bəs bu il ərzində hansı tanınmış mədəniyyət ocaqlarından bizdə sərgiləndi, eksponatlar maraqlı və hansılarla gələcəkdə yenə işləyəcəksiniz və onları bizim ziyarətçilərə təqdim edəcəksiniz? Sentyabr ayında ilk dəfə olaraq Tacikistanın tikmə sənəti göstərildi. Bizim sərgi zallarımızda böyük marağa səbəb oldu bu sərgi. Çünki ilk dəfə edir ki, 56 möhtəşəm sənət əsəri Tacikistanın Milli Muzeyindən gətirildi, müvəqqəti də olsa və bizim muzeylərimizin qaleriyalarımızda nümayiş olundu. Belə sərgilər adətən çox böyük maraqla qarşılanır. Və çətin təşkil olunur. Bizim ora getməyimiz, onların bura gətirməkləri, o eksponatları. Hər bir sərginin təşkili mürəkkəb bir prosesdir. Biz son nəticəni görürük, amma onun arxasında əlbəttə ki, böyük iş var. Muzeyimizdə bərpa və konservasiya böyük heyət çalışır və adətən onlar hər bir eksponat bizim muzeyimizə gələndə onun əlbəttə ki, logistik və xüsusən də beynəlxalq logistika olanda müəyyən proseslərdən keçir və sonra nümayişdən əvvəl bizim restavrator və konservatorlar mütləq gərək öz işlərini görsünlər ki, xalça və xalçaçılıq məmulatları bu orqanik bir məhsuldur. Ona görə o hər tərəfli gərək inspeksiya olunsun. Bizim mütəxəssislər tərəfindən nümayişdən əvvəl Macarıstandan çox maraqlı bir sərgi gəlmişdi. Orada 7 müasir dizayner, rəssamın iştirakı ilə müxtəlif moda, fashion, dizayn sferasında işləyən insanlar idi və xarici ölkələrlə bizim çox sıx əməkdaşlığımız var. Yanvar ayında Macarıstanın çox məşhur Qabilyan rəssam ustasının əl işləri və fərdi sərgisi gözlənilir. Və əlbəttə ki, biz öz yerli gənc rəssamlarımıza da şərait yaradırıq ki, onlar da muzeydə öz sərgilərini fərdi ya qrup şəklində nümayiş etsinlər. Arif Hüseynov bizim xalq rəssamımız bu keçən ilin mart ayında elə Novruz bayramı ərəfəsində gözəl bir layihə ilə iştirak elədi. Bizim muzeydə xalçanın yaranışı o qədər marağa səbəb oldu ki, bu sərgi biz onu elə bu yaxınlarda Gürcüstanın Bolnisi muzeyində nümayiş elədik. Bilirsiniz ki, Gürcüstanda da bizim belə yerlər, regionlar var ki, orada bizim həmyerlərimiz çox yaşayır və orada mədəniyyət evlərində bizim gənc qızlarımız elə 3-4 yaşından xalçaçılıq sənətini öyrənirlər və nə xoş oldu bizə ki, onlar hamısı bir ay ərzində oldu orada o sərgi Balnisi şəhərində və o qədər həm Gürcü, həm etnik Azərbaycanlılar gəldilər və bu sərgilərdə ustad dərslərdə iştirak etdilər. Bu ilin may ayında Marakeş Krallığının sərgisi
nümayiş olundu. Çox oxşarlıq var bizim xalçalarımız və Marakeş xalçalarımız arasında. Hətta onların quruluşunda, hətta onların bəzi naxışlarında çox təəccüb elədi bizə gələn hətta ziyarətçilər ki, o qədər oxşarlıq var. Çox maraqlıdır. Ümumiyyətlə kolleksiyanı necə toplayırsınız? Bu gün nə qədər eksponat qorunub saxlanılır? Bir çox kolleksionerlər də sizə müraciət edir ki, onda məsələn, qədim bir xalça var, o qoruyub saxlayıb, artıq sizə istəyir, onu hədiyyə etsin. Var belə insanlar, xüsusən də bilirsiniz ki, 1987-ci ildə Şuşada ilk dəfə olaraq Azərbaycan Xalça Muzeyinin filialı açılmışdı. Müəyyən səbəblərə görə çox təəssüf ki, bir neçə il fəaliyyətindən sonra artıq muzey bağlandı və 44 günlük müharibədən sonra, bizim böyük zəfərdən sonra 2023-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident hörmətli Mehriban xanımın iştirakı ilə Şuşa filialı öz fəaliyyətini bərpa elədi. Və heç özümüz də gözləmirdik ki, bizim həmyerlərimiz müxtəlif ölkələrdən zəng eləyib və öz evlərində Qarabağ xalçalarını məhz Şuşa filialına bəxş etmək. Şuşadan olan insanlar, bəli, və biz böyük təşəkkür hissi ilə, məmnunluq hissi ilə əlbəttə ki, bu hədiyyələri qəbul edirik. Və mənim öz çağırışım da var hər bir kolleksiyaçıya ki, sizin möhtəşəm kolleksiyanız, neçə illərdir saxladığınız kolleksiyanızın sonu mütləq muzey olmalıdır. Çünki muzey o yerdir ki, hər bir sənət əsəri 100 illərdən, yəni artıq biz də olmayacaq, amma kolleksiya öz yerini tutacaq və gələcək nəsillərə mütləq bir mesaj kimi çatdırılacaq. Biz Şuşaya səfər zamanı məhz onun orada işləyən heyətlə tanış olduq, kollektivdən müsahibə götürdük və görüntülər də indi hazırda yayımlanır. O qədər maraqlı idi, o qədər həm orada saxlanılan kolleksiya olsun və yaxud həmin muzeyin tarixindən danışdılar, harda yerləşməsindən danışdılar. Ümumiyyətlə, gələcəkdə digər bizim azad olunmuş ərazilərimizdə muzeyimizin filialı açılması nəzərdə tutulubmu? Mən əminəm ki, orada çox maraqlı muzeylər elə bu yaxınlarda açılacaq. Biz hamımız bilirik ki, 80-ci illərdə Ağdam şəhərində açılmış Çörək muzeyi öz vaxtı üçün çox müasir bir muzeydir. Siz təsəvvür edin, bugün biz çox innovativ bir muzeydir. Bugün biz muzey kafesi, muzey dükanı, biz onlardan danışırıq, amma o vaxtı onlar artıq orada var idi. Şəkillərə baxırıq, foto arxivlərə baxırıq və başa düşürük ki, unikal bir muzeydir. Mən əminəm ki, Qarabağda bütün muzeylərin fəaliyyəti bərpa olunacaq. Nə xoş bizə ki, bugün Şuşa filialı işləyir və orada siz qeyd elədiyiniz kimi maraqlı rəvayətlər var, maraqlı əfsanələr var. Bir işçimiz var orada, Hicran xanım. O vaxtı 80-ci illərin sonunda Şuşa filialı açılanda o orada filial müdürü işləyirdi. Və sonra 30 həsrətli il bu xanım Bərdədə yaşayıb müəllim işləyirdi. Amma nə xoş bizə ki, o günü gördü və bugün Hicran xanım öz fəaliyyətini yenə də bərpa edib və yenə də o muzeyin işçisidir. O canlı bir əfsanədir. Ora bizim Şuşada yaşayan bizim vətəndaşlarımız gəlir və çoxunun hələ də xatirəsində var o Şuşa muzeyi. Nə xoş bizə ki, onlar ora gələndə və öz xatirələri ilə bizimlə paylaşırlar. Və Əminə xanım, maraqlıdır, siz bayaq uşaq şöbəsinin fəaliyyətindən danışdınız. Bəs ustad dərsləri necə? Uşaqlar üçün təşkil olunurmu? Məsələn, müraciət edə bilərlər, maraqlı olar hər halda. Yəni, siz də dediniz ki, birbaşa xalçalarla ünsiyyətdə olarlar və həm də istərdim, bugünkü müasir texnologiyaların muzeyin fəaliyyətində nə qədər böyük rolu var? Hər halda siz də bayaq qeyd etdiniz, yəqin burada canlı gidlər var, hansılar ki, daha yaxından muzeydəki qorunan eksponatlarla tanış edirlər bizi.
Maraqlısı odur ki, ustad dərsləri əvvəlcə uşaqlar üçün nəzərdə tutulmuşdu, amma sonra belə populyar oldu ki, müxtəlif yaşda olan insanlar gəlirlər və onlar bizdən soruşurlar ki, biz cəhd etmək istəyirik xalça toxumağa və ustad dərsləri elə o fəaliyyətdir ki, siz özünüzü orada kəşf edə bilərsiniz ki, mən xalça toxumağı bacarıram ya da ki, bacarmıram. Bizim çoxlu alimlərimiz var ki, onlar xalçaçılıq haqqında o qədər maraqlı məqalələr, hətta beynəlxalq səviyyədə, beynəlxalq jurnallarda dərc ediblər, nəşr ediblər. Amma onlar özləri deyirlər ki, biz ustad dərslərində hətta cəhd etmirik ki, özümüz bir ilmə vuraq. Və əksinə də olur, bəzi xanımlar gəlir və bizdən soruşur, biz də onları həvəsləndiririk. Hər bir insan öz ilməsini vura bilər xalça muzeyinə gələn insan. Ustad dərslərinə bəli, uşaqlar bayaq qeyd elədiyimiz kimi müxtəlif yaşlarda gəlir və hər bir yaşa uyğun orada bir fəaliyyət ola bilər. Bizim son bu ildə yeni təqdim olunmuş interaktiv oyunda xalça necə yaranır sualına kimsə özünə cavab verə bilər. Adətən xalçaya baxanda biz onun arxasında o mürəkkəb prosesləri görmürük. Amma burada hətta qoyunun yununu qırxmaq olar. Adətən oğlan uşaqları bunu çox böyük həvəslə edir. Sonra o yunu çəkiyə, onun çəkisini öyrənmək lazımdır. Sonra onun emalı, sonra sapın düzəltməsi, sapın təbii boyalarla boyatması və s. və s. Axırda gəlirlər, çıxırlar əlbəttə ki, çeşniyə və orada öz ilk ilməsini hər kəs vura bilər. 10 günlük, 15 günlük də kurslar var ki, orada artıq bir xalçaçılıq sənətini ən azından onun əsasını öyrənmək olar bu kurs vasitəsilə. Siz bayaq qeyd etdiniz kuratorluq fəaliyyətinizlə bağlı və biz hamımız bilirik ki, siz həm də beynəlxalq səviyyədə möhtəşəm işlər görmüşsünüz və çox maraqlıdır. Yerli kolleksiyaçılar haqqında biz danışdıq. Bəs xaricə gedən bizim xalçalarımız, bu xalq əmanəti deyilən bir anlayışımız var. O baxımdan hansı işlər görür? Muzeyin əməkdaşları yəqin ki, çıxış edirlər xaricə, kim bəlkə zamanında köçüb, özü ilə bax bu dəyərli bizim milli irsimizin nümunələrini götürübdür. Onların bəlkə ölkəyə qaytarılması baxımından da hansısa hər halda işlər gedir. Əlbəttə ki, bu çox həssas bir məqamdır. Çünki vaxtı ilə bizim tariximizdə belə vaxt olub ki, 90-cı illərin əvvəli çoxlu xalçalar ölkədən kənara çıxıb və bugün biz onları axtarışındayıq, daimi onların axtarışındayıq və sağ olsun Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi və bizim vətəndaşlarımız onların köməyi ilə biz bəzi nadir, bizim üçün çox böyük əhəmiyyət kəsb edən nümunələri artıq qaytarmışıq və onlar bugün nümayiş olunur və qorunub saxlanılır bizim muzeydə. Əminə xanım, bizim sizinlə bir dəfə söhbətimiz olmuşdu səfər zamanı və siz orada demişdiniz ki, səhv etmirəmsə, ananız məhz muzeyşünas olubdu və bu əslində sizcə təsadüfdür, yoxsa həqiqətən bu bir genetik daşıyıcı kimi alındı ki, siz də məhz bu işə gəldiniz və nə xoş ki, sizin kimi belə gözəl sayəsinin biriciləri milli irsimizin qorunması istiqamətində bu kimi gözəl işlər aparır. Çox sağ olun Ülviyə xanım, bu sual mənə çox xoşdur. Mənim anam Zərifə xanım Məlikova 50 ildən çoxdur muzey sahəsində çalışır və siz düz buyurdunuz, necə adətən uşaqlar valideynlərin iş yerinə gedir. Mənim də elə uşaqlığım muzeydə keçib. Yadımdadır, hər bir uşaq kimi valideynin iş yerinə gedəndə mən də çox sevirdim muzeyə gedim. Deyirdi, siz də davam edəcəksiniz onun işini? Yox, demək olar ki, mən deməzdim ki, mən artıq uşaqlıqdan bilirdim, amma necəsə olsa bizim evimizdə hər zaman muzey söhbətləri aparılırdı və Ülviyə xanım, bunu da qeyd edim ki, hətta mənim qızım bugün o Almaniyada oxuyur, yaşayır və o da artıq bizim işimizin davamcısıdır, o orada muzeylərin birində çalışır. Zərifə xanım hal-hazırda 30 ilə yaxın Dövlət Teatr Muzeyində işləyirdi və çox sevirəm. İndi də sevirəm o muzeyi. O muzeydə möhtəşəm maketlər var. Bizim aktyorlarımızın
çox maraqlı orada kostyumları var və ilk afişalarımız və s. və s. O maraq elə uşaqlıqdan yaranıb məndə. Sonra belə oldu ki, mən də muzey işçisi gəlib oldum və Zərifə xanım bu gün də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rəhbəridir. Çox vacib bir müəssisədir, çünki orada 200-dən çox muzeydə qorunub saxlanılan əşyalar bərpa və konservasiya olunur. Adətən biz muzey eksponatını seyr edəndə biz çox şeyi görmürük və pərdə arxası o qədər insanın əməyi var hər bir eksponatın qorunub saxlanmasında ki, biz onu bu işi bilmədən, içəridən bilmədən onu biz ilk baxışdan təsəvvür edə bilmirik. Çox sağ olun Əminə xanım, çox sağ olun belə maraqlı söhbətə görə və mən Azərbaycan Milli Xalça Muzeyinə, siz rəhbərinə və kollektivin hamısına öz təşəkkürümü bildirirəm və milli irsin qorunmasında, qarşıda gələn bütün işlərində uğurlar arzu edirəm. Çox sağ olun Ülviyə xanım, mənə də çox xoş idi bugün sizinlə həmsöhbət olmaq. Ümid edirəm ki, tamaşaçılara da bir maraqlı məlumat çatdıra bildim. Mən də Real TV-nin bütün komandasına uğurlar arzu edirəm. Təşəkkür edirəm. Çox sağ olun və Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova ilə Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətindən danışdıq. Unutmayaq ki, hər bir xalça bir tarix, hər bir ilmə bir yaddaşdır. Odur ki, elə bu həftə sonu yolunuzu mütləq Milli Xalça Muzeyindən salın və o möhtəşəm atmosferi yerindəcə hiss edin.